Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ev şəraitində müalicə alıram. Tibb bacısı da yanında olur. Dərmanlar, iynələr, stemlər hamısı ev şəraitində aparılır. Çünki xəstəxanada qala bilmədim, darıxdım. Xəbər verir ki, bu sözləri açıq basında xalq artisti tanınmış aktyor Şeyx Əbdül Mahbubov səhhəti ilə bağlı danışarkən deyib. Xəstəliklərimdən biri nəfəslə, bronxlarımla bağlıdır. Həmçinin əl-ayağımda titrəmələr başlayıb. Sağ tərəfimdə Parkinson əlamətləri var. Çətin hərəkət edirəm. Stresslə bağlı psixoloji çətinlik çəkirəm. 3 gündür Parkinson xəstəliyinə qarşı müalicəyə başlamışam. Əl-ayağımda geymələr, əsmələr hələ keçməyib. Deyirlər ki, 5-10 gün dərman qəbul edib keçəcək. İndi yazı pozlarımı sol əlimlə edirəm. Sağ əlim yaxşı işləmir, o bildirir.